Səhiyyə Nazirliyinin eksperti kimi deyirsiniz. Mən ilk dəfədir tanıyırdım. Açığı ilk dəfə görmüşəm. Bəli, buyurun Zakir müəllim, buyurun. Mürad xanım, belə deyə, biraz aqressiv getməyək. Yəni, mən də sizi ilk dəfə görürəm. Bu demək deyil ki, yəni, biz işimizdə hərənin bir işi var. Bir-birimizi görməmə ehtimalımız var. Əlbəttə, bu normal insanlarda broiler toyuğunun xəstəlik yaratma riski təbii qidalanan toyuqlarla, normal toyuqlarla müqayisədə daha çoxdur. Bunu da mən sizə vurğulayım bu dəqiqə. Mən hər hansısa bir tam razıyam. Məhkəmə məsələsi dedi Mürad xanım, problem yoxdur. Burada bizim broiler toyuğundakı yağın miqdarı ilə hər hansısa bir təbiətdə gəzən toyuğun miqdarının tərkibindəki yağın miqdarı eyni deyil. Bu da yağın miqdarı həddindən artıq çox olduğuna görə bunlar ürək-qan-damar sistemi xəstəliyini və metabolik sindrom, buna da bağlı olaraq şəkərli diabet riskini daha çox artırır. Ona görə bir mütəxəssis olaraq, həkim olaraq, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı olaraq, ümumiyyətlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də bizim tövsiyə etdiyimiz nədir? Daha çox təbii şəraitdə qidalanan toyuqlarla istifadə olmasıdır. Müqayisəli olaraq biz bunu vurğulayırıq. Yəni burada bugün istənilən qida agentliyindən bağlana bilərik biz. Yəni broiler toyuğu ilə normal təbiətdə olan toyuğun yağ miqdarı eyni olması mümkün deyil. Qeyri-mümkündür. Oradakı broiler toyuğundan qidalanan insanların aparılmış elmi araşdırmaları bunu göstərir, onu da mən sizə göndərəcəyəm. Bunlar sürətləndirilmiş şəkildə bunlar tam belə deyim, biri var ki, təbiətdə qaçan, təbiətdə hərəkət edən heyvanın və normal təbii qidalanan bir heyvanla müqayisədə bunlar daha belə deyim, qapalı şəraitdə böyüdülmüş və sürətli inkişaf etdirilmiş, hüceyrə tərkibi ilə oynanılmış toyuqlardır bunlar. Hüceyrə tərkibi oynadılırmı ki, tez böyüsün? Bu necə baş verir? Tamamilə yanlış məlumatdır. Tamamilə bu sahədə xəbəri olmayan insandır. Mən elə başa düşürəm bu sahədən Zakir müəllimin heç xəbəri yoxdur. Sadəcə söz xətrinə çıxıb, indi deyibdir. İndi də arxasında bilmir ki, toyuq əti yağlıdır, deyir, broiler toyuğu yağlıdır. Ona görə də kət toyuğuna nisbətən bu şəkərli diabet yaradır. Bayaq mən misal kimi çəkdim. Aydındır, amma burada bir fikir də səsləndi ki, sürətli böyüməsi, yəni hüceyrə səviyyəsində ona müdaxilə. Sürətli böyüməsi mütləq o genetik seleksiya ilə çarpazlaşmış, bayaq dediyim kimi kökəlməyə meyilli sortların yaranması və yediyi yemlə bağlıdır və baxımla bağlıdır. Bunu mən də elə görmüşəm. Amma indi həkimimiz belə dedi, məndə də bir fikir yarandı ki, bu hüceyrə səviyyəsində nə müdaxilədir ki, özə deyir ki, bu beynəlxalq elmi jurnallarda öz təsdiqini tapmış elmi araşdırmaların nəticəsidir. Amma heç bir elmi araşdırma ortaya qoymadı. Yəni bu verilişə gəlirdi. Heç olmasa əlinin altında bir neçə elmi araşdırma gəlir. Söz xətrinə deyib, indi də bilmir neynəsin ki, necə addan çıxsın. Yəni toyuq ətinə həmişə bir dietik qida kimi baxmışıq.